Salam kanal izləyiciləri. Bugün sizlərlə MHM test toplusundan, miqə giriş test toplusundan çevrə bölməsindən bir neçə sualın izahını paylaşacağım. Başlayaq suallarımızın izahına. Deməli, birinci 124-cü sualda nə deyir bizə? Verilən çevrəyə 2 dənə toxunan çəkilib bir nöqtədən. Toxunanımızı çəkək. Və toxunma nöqtələri birləşdirilib parça vasitəsindən. Deməli, bura 40-dır, AB 40-dır, həmçinin AC də 40-dır və burada 48-dir. Bu çevrənin radiusunu istəyir. Əvvəlcə gəlin biz radiusları burada təsvir edək. Radiusları deməli çəksəm əgər, baxın bu bunun mərkəzlə birləşdirdi radiusu. İndi A təpəsindən olan mərkəzimizi də birləşdirək. Bu şəkildə. Birləşdirdik və belə deyək, biz nə axtarırıq erləri, hansı ki bu radiusları. Bilirik ki, bu bərabər yanlı üçbucaq olduğu üçün burada perpendikulyarlıq şərti yaranacaq, həm tənbölən, həm median olacaq. Bu BC parçasının uzunluğu 48-dirsə 24 olacaq. Burada bir H nöqtəsi olsun gəlin. AH-ı biz oradan tapa bilərik. Hansı ki 40-ın kvadratından 24-ün kvadratını çıxaram. 40-ın kvadratından deməli 1600, o da 576 çıxsaq 1032. 1032-dən 1032 yox, daha doğrusu 1024. 1024 210-dur, yəni 205 32 kök çıxacaq. O zaman baxın, buradan bura qədər məsafəmiz 32-dir. Bir də göstərim mən bunu. Hansı ki baxın, bu məsafə, daha doğrusu bu məsafə 32-dir. İndi biz hansı tərəfi axtarırıq? Təbii ki, burada bu hissəni HR məsafə, HO məsafəsi olsun. HO məsafəsini axtarırıq. HO məsafəsini necə taparıq? Düzbucaq, bura düzbucaq təpəsidir. Radius toxunma nöqtəsində toxunana perpendikulyardır. H-ın kvadratı emini bilirik. Yəni H-ımız 24-ün kvadratı bərabərdir 32 vurulsun HO yaza bilərik. HO-muz bərabər olacaq 24 vur 24 bölünsün 32. Burada da ixtisarlarımızı aparsaq 18 qalar. Deməli HO 18-dir. O zaman biz R-i tapa bilərik artıq. R bərabərdir 24-ün kvadratı üstə gəl 18-in kvadratı. 576-ın üstə 324 gələndə 900 və bundan da kök 30 çıxacaq. Deməli, testimizin doğru variantı B variantı olacaq. Növbəti suala baxaq. Növbəti sualımızda 2 çevrə çəkilib və hər 2 çevrənin toxunanları var. Verilən toxunanları da çəkək. Və bir toxunanımız da bu şəkildə. Yəni parçaları birləşdirək, orada qeyd etdi bu parça və toxunma nöqtəsinə belə bir parça. Bu bucağı verib, ABC bucağın hansı ki verib 160 dərəcə. Baxın, burada bir kör bucaq yaranır. Bura 160 dərəcədir. Bizdən soruşur ki, hansı ki biz nəyi tapaq? Biz ABC-ni verib, bizdən APC bucağını soruşur. Yəni söhbət bu bucaqdan gedir. Elə bir şəkildə bunu qısa yolla deyə bilərəm ki, əgər bura alfadırsa, burada 160-dırsa, siz o alfanı tapmaq üçün 360 dərəcədən çıxmalısınız. Buradakı bucağın 2 mislini. Yəni 320 dərəcəni. Hansı ki eləyəcək 40 dərəcə. Deməli, söhbət təpədəki bucaqdan gedirsə, bu 40 dərəcədir. Amma daha dəqiq yolunu desək, biz bura üçüncü bir ortaq toxunan çəksək hər ikisi üçün, deməli, bu ortaq toxunan, bu 160 dərəcəli bucağı
böləcək. Tutaq ki, bura x olacaq, bura 160 minus x olacaq. Bura x-dırsa, bunun bu qövsü, kiçik qövs 2x-dır. 160 minus x-in söykəndiyi bu qövs isə 320 minus 2x-dır. Və indi siz bu cəmləri hesablasanız, deməli 2x-a uyğun bucaq, 2x-a uyğun bucaq buradırsa, bura bir alfanı bölüb alfa 1 yazaq, burada bir alfa 2 yazaq. Alfa 1 ilə 2x-in cəmi 180 olduğunu bilirik çevrəyə əsasən. Həmçinin 320 minus 2x ilə alfa 2-nin cəmi də 180-dır. Buradan artıq sizin alacağınız nəticə biraz əvvəl həll elədiyimiz nəticə ilə üst-üstə düşür. Yəni bu oradan alınır bu qayda. Burada eləyir artıq alfa 1 ilə alfa 2-nin cəmi 40 dərəcə. Elə bilirəm bu da hər iki tərəfdə aydındır. Amma düsturla eləsəz daha tez başa gələr. Bunu keçək növbəti suala. Növbəti sualımız nə deyir? Deməli, çevrəmiz var yenə də. Çevrəni kəsənlər var. Aha. Deməli, bu nöqtəmiz A nöqtəsi, bu B, Y, C və D nöqtələri. Burada perpendikulyarlıq şərti var. Və məsafələri bərabər verib fikir verdiyiniz kimi. Burada 2 dənə əslində kəsən çəkib bu bizim üçün. Bax, bu məsafələr bərabərdir. Bura 4-dür, bura 2-dir. Fərz edək ki, mən bura A yazıram. Sizdən çevrənin diametrini istəyir. Burada bir şey bilməliyik ki, diametrə söykənən daxili bucaq hər zaman 90 dərəcə olduğundan, deməli, mən B və Y-ni birləşdirsəm, bu bizim diametrimiz olacaq. Mən yəni B-Y-ni axtarıram bu məsələnin sonunda. İndi kəsənin xassəsindən necə istifadə edə bilərsiniz? A-nı vurum bütöv kəsənə, yəni 2A-ya, bərabər eləyim 2 vurulsun bütöv 6. 2A-nın kvadratı bərabər 12, A kvadratımız 6 və A-mız kök altda 6 çıxacaq. Əgər A-mız kökdə 6-dırsa, gətirək üzərinə yazaq kökdə 6. Və indi mən buranı görürəm artıq 2 kökdə 6-dır. Bu hipotenuzda 6-dır. Mən AB katedini tapa bilərəm. AB katedi bərabərdir. 36-dan 2 kökdə 6, 24-ü çıxanda 12 eləyər. Elə kökdə 12-də yazıram bura. İndi mənə nə lazımdır? BY lazımdır. BY də həmçinin bu üç bucaqda düzbucaqlı üç bucaq olduğundan, baxın, hansı ki hipotenuz BY-dir, katedi A kök altda 6-dır və digər katedi də 2 kök altda 6-dır. O zaman mən bərabərdir, yazacağım ki, kökün altında 12 üstə gəlinsin 24, 36, bir dəqiqə 6-dır, yox, 24 yox, bu kök altda 6-dır, 6, bu da eləyəcək kökdə 18, yəni 3 kökdə 2 deyə cavab çıxacaq. O da cavab C variantında var. Baxırıq növbəti suala. Növbəti sualımız yenə də bir çevrə və düzbucaqlı trapesiya daxilinə çəkilmiş bir çevrə təbii ki. Sual nömrə 127. Aha, 127. İçərisinə bir çevrə çəkilib yenə də. Bunu birləşdirək. Bircə dəqiqə buna bir balaca düzəliş verək. Hansı ki, toxunduraq çevrəni. Haradasa bu şəkildə belə bir çevrə olsun. Tutaq ki, bu D-dir, bu Y-dir, yox, bu C nöqtəsi, bu A, bu B nöqtəsi. Toxunma nöqtəsi bura Y-dir, burada toxunma nöqtəsi budur, burada da bura olsun. Bu da O nöqtəsi mərkəz. Baxın, deyir ki, YB 16-dır. C də 9-dur. 9-dursa burada 9-dur. 16-dırsa bu toxunma nöqtəsinə qədər də 16-dır. İndi bu çevrəni siz radiuslarını çəksəniz, görərsiniz ki, burada erdir, burada erdir, burada və burada. Deməli, onda belə çıxır ki, bizim bir düzbucaqlı trapesiyamız var. Daxilinə çevrə çəkilib və bunun yuxarısı R üstə gəl 9-dur. Qırağı hündürlüyü 2 R-dir. Yan tərəfi 25-dir və buradan da bura R plus 16-dır. İndi mən nə axtarıram burada? Trapesiyanın perimetrini. Yəni R-i tapsam perimetri tapa bilərəm. Necə tapa bilərik? Buradan hündürlüyümüzü çəkək. Bu olsun 2 R.
R plus 9 buradırsa, R plus 16'dan R plus 9'u çıxarsan bura 7'dir. İndi baxın, 2 yerimiz bərabərdir. Kök altda Pifaqor teoremi. 625-dən biz 49'u çıxmalıyıq. 625-dən 49'u çıxsan 576. 576'dan 24 çıxar və R beləliklə 12 olur. İndi sizə burada perimetr lazımdır. Baxın, bura R plus 9'dur. 12 plus 9 21. Bura 25'dir. Diğer tərəf 2 yerdir, 24'dür. Diğer tərəf 24, 12 plus 16, o da eləyəcək 28. 28 ilə 21, 49, həmçinin bu da 49, deməli perimetrimiz 98 olar. Doğru cavab. Gəlin bunu silək, keçək növbəti bir suala. Perimetri 60, hipotenuzu 20 olan bir düzbucaqlı üçbucaqdır. Deməli, perimetri növbəti 128-ci sual. Perimetri 60 olan bir düzbucaqlı üçbucaqdır. Hipotenuzu da 25'dir. Yəni A'dır, B'dir. A plus B, o zaman perimetri 60'dırsa 60'dan 25'in çıxanda bizdə iki tərəfin cəmi 35 olacaq. Aha, bunu bildik. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrə uzunluğunu istəyir. Yəni biz əvvəlcə bu düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapmalıyıq ki, onu tapa bilək və biz bilirik ki, R bərabərdir, katetlərin cəmi çıxılsın hipotenuz bölünsün 2. Yəni mən nəyi axtarıram? Katetlərin cəmini. Katetlərin cəmi də 35'dir. 10 bölü 2 5. Radius 5'dir. Çevrənin uzunluğu da 2 vur pi vur R'dir. 2 vur pi vur 5. Bu da eləyəcək 10 pi. Hansı variantda var? C variantında. Doğru cavabımız var. Davam edək. Növbəti 129-cu sual burada tam olaraq düşmür. Gəlin 130'a baxaq. 130-cu sual. Deməli bir yarım çevrəmiz var. Hansı ki bir dəqiqə bunu tam olaraq düzəldək. Aha. Deməli, yarım çevrəyə belə bir toxunan çəkib. Aha. Və bu toxunanı bu şəkildə birləşdiririk bununla. Bu toxunanı birləşdirdik. Eyni zamanda mərkəzdən yenə də bir radius çəkib bura. Mərkəzdən çəkilmiş radius var və buradan da bura qədər məsafəni çəkib. Bu da adi məsafəsi 2'dir. İndi gəlin verilmiş nöqtələri qeyd edək. A, O, B, C-dir. Bura toxunma nöqtəsi T'dir. Çevrənin radiusu 3'dür. Burada 2'dir. Biz indi burada nəyi axtarırıq? Deməli, AC-nin uzunluğunu axtarırıq. Bir dəqiqə. AC-nin, yəni biz baxın, əslində biz burada bütövlükdə bunu axtarırıq. Demək olar ki, hansı ki, baxın bunu axtarırıq, bu AC-ni. Gəlin görək biz bunu necə tapa bilərik. Əvvəlcə fikirləşirəm ki, bu radius olduğu üçün bura 90 dərəcədir. Burada bir alfa bucağı olsun. Və mən burada ikinci bir düzbucaqlı üçbucağı yaradarsam əgər, baxın, bu çevrənin mərkəzidir. Biz də radiusunu bilirik. Əgər mən bunları birləşdirsəm, hansı ki, bura 3 olacaq, burada 3. Burada bir bərabər yanlı üçbucaq almış olacağım. Və bərabər yanlı üçbucaq alsam, bura 90 çıx alfa olacaq. Çünki belə deyək, bu bucağa görə. Baxın. Daha doğrusu burada 90 çıx alfa olmayacaq. Orada paralellik şərti var. Paralellik şərti varsa, burada 90 çıx alfa, bəli, olacaq. Burada 90 çıx alfadırsa, bəli, burada 90 paralellik varsa düzdür. Doğrudur, 90 çıx alfa. Həmçinin o zaman mən buradan bura hündürlük çəksəm, alfanı da almış olaram. Çünki 1-1'ə böləcək və buradan alfa olacaq. İndi burada bir üçbucağı nəzərinizə çatdırmaq istəyirəm. Bu yaşıl üçbucaq ki var. Bu düzbucaqlı üçbucaqda mən kosinus alfanı tapa bilərəm. Kosinus alfa 1'in 3'ə nisbəti. Daha doğrusu kosinus yox. Sinus tapa bilərik. Bir qarşıdakı katet var. 1'in 3'ə nisbəti olacaq, düzdür?
Sinüs alfamız bərabər olacaq 1-in 3-ə nisbəti. Aha. İndi növbəti bu üçbucaqda 1-in 3-ə nisbətini tapmaq, yəni sinüs alfa nisbətini hesablamaq lazımdır. Hansı ki burada nədir? Bura tutaq ki bir x olsun. Burada 3 onsuz. Deməli sinüs alfa bu üçbucaqdan da 3-ün 3 plus x-a nisbətidir. Onda deməli ikisi də sinüs alfadırsa bunlar bir-birinə bərabərdir. 3 bölünsün 3 plus x. Həll eləsə 3 plus x bərabər 9 və x-imiz də 6. Əgər x-imiz 6-dırsa, 6, bu da 6, bütün parçamızın uzunluğu 12 eləyəcək doğru cavab C variantı. Keçək 131-ci suala. 131-ci sualda isə nə verib? Deməli, verilən çevrədən verilən çevrədə daxilə çəkilmiş bucaq var və mərkəzi bucaq var. Mərkəz bura olsun. Mərkəz bucaq var. A, O, S, burada B, alfa, alfa. O şəkildə yazıb. Verilənlərə görə deyir, alfanı tapın. Əslində elə də çətin məsələ deyil bu. Çünki bu qarşı qövsəgər bizə daxilə çəkilmiş bucaqsa 2 alfadır. Yuxarı qövsdə alfadır. Təbii ki, bu çevrə də tam qövsü 360-dır. Bərabərləşdirəcəksiniz 360 dərəcəyə. 3 alfa bərabər 360. Alfa da bərabər olacaq 120. Bura 120 dərəcədir. Həmçinin burada. Bizdən də alfanı soruşduğuna görə cavab Y variantı olacaq. Keçək 132-ci suala. 132-ci sualda deyir ki, verilən bir çevrəmiz var yenə də. Deməli, bu çevrəyə belə bir toxunan çəkib. Toxunanımızı çəkdi. Növbəti kəsəndir, amma bu mərkəzdən keçən bir kəsəndir. Bu da belə buradan çəkdik. Və burada bir şey fikir verin. Burada birləşdirib artıq diametrə söykənən bir bucaq yaradıb. Və mən artıq diametrə söykənməyindən onun bilməliyəm ki, bu bucaq neçə dərəcədir? 90 dərəcə. Bura diametrə söykəndiyi üçün 90 dərəcədir. Bura 100 dərəcədir. O zaman belə çıxır. Bura 10 dərəcədir. Bunu tapdıq. Həmçinin burada 100-ün yanındakı əşlər. Bizdən hər anı soruşur. DAC bucağın. Necə tapa bilərsiniz DAC bucağın? Bax, bunu soruşur. Bu alfanı soruşur. Alfa bərabərdir. 80-dırsa, bax, bunun bu qövsü, söykəndiyi qövs 160-dır. 160-dırsa, bu qövs o zaman 20 dərəcə olacaq. Və biz bilirik ki, toxunan və kəsən arasında qalan bucaq böyük qövs, çıx kiçik qövs bölünsün 2 ilə tapılır. 140-ı da 2-yə böləndə 70 Y variantı olacaq doğru cavab. Bu belə. Bu belə. Keçdik növbəti 133-cü suala. 133. 133-cü sualda belə bir sualdır. Əslində bu şəkli çəkməsək məsələnin üzərində istəyirsiniz. Gəlin həll edək. Baxın, bu sualda şəklin üzərində çəkib, daha sonra qeyd edəcəm. Burada çəkmək daha rahatdır. Deməli, deyir ki, burada 3 dənə kongruent çevrə var. Bax, bunların radiusları R-dir. Həmçinin buranı da birləşdirsək, R-dir. Və bu içəridə görünməyən çox kiçik çevrəmizin radiusu 2-dir. Bunları birləşdirsək, bura 2-dir, burada R-dir, bura R üstəgəl 2 olar. Həmçinin burada R üstəgəl 2 olar. Çünki bu balaca çevrənin mərkəzindən bu çevrələrin mərkəzini birləşdirir. Həmçinin burada 2 R-dir. Yəni, sanki baxın, belə bir üçbucaqdır. Orada artıq mən şəkli göstərdim sizlərə. Baxın, o üçbucaq belə bir üçbucaqdır sanki. Bərabər tərəfli bir üçbucaq alınır. Bura 2 R-dir, burada 2 R-dir. Həmçinin bura mərkəzdir birləşdirib. Bura R plus 2-dir, burada həmçinin R plus 2-dir və burada. Bunu çəksək, baxın, bu toxunan olduğu üçün burada perpendikulyarlıq yaranacaq. Bərabər tərəfli üçbucaqda R-ə böləcək. Və burada R plus 2-dir. Bunlar medianların kəsişmə nöqtəsi olduğu üçün bura R plus 2 bölünsün 2-dir. İndi baxın, bərabər tərəfli üçbucaqda 30 dərəcə, 60 dərəcəli bucaqlardır. 30 dərəcəli bucaq qarşısında duran katet R-dir. Bunun kök altda 3 misli
60 dərəcəli bucaq qarşısında duran katedə bərabərdir. 60 dərəcəli bucaq qarşısında duran kated isə 2-də 3 r plus 2-dir. Hər tərəfin 2-yə vursaq 2 kök altda 3 r bərabərdir 3 r plus 6-ya. R-ləri bir tərəfə keçirsəm 2 kök altda 3 r minus 3 r bərabər 6-ya. Və buradan r-imiz bərabərdir 6 bölünsün 2 kök altda 3 minus 3. Bunu da qoşmasına vursam 2 kök altda 3 plus 3-ə vursam görək nə qədər alınır. 2 kök altda 3. Məxrəc eləyəcək 3. 3 ilə 6 ixtisar geçsə 2. 4 kök altda 3 plus 6 deyə cavab alınır. Və yaxud 6 plus 4 kök altda 3. O da hansı ki D variantında var. Yaxşı, baxaq digər suala. Bu oldu 133-cü sual. Davam edirik 134-cü sualla. Deməli, 134-cü sualda da yenə bizə bir çevrə verilib. Və çevrənin kəsən nöqtələr bu şəkildə təsvir olunub. Aha, bunu bir dəqiqə düzəldək. Aha. Aha. Deməli, burada mərkəzdir təbii ki. Mərkəz nöqtəmiz var. Və buradan D nöqtəsi çəkilib. D, B, C-dir. Bura 25 dərəcədir. Həmçinin burada belə bir parça var. Vətərlər. Bu da B nöqtəsidir. Bircə dəqiqə bunu düzəldək. Burada da burada da bir Y nöqtəsi var. Burada 40 dərəcəli bucaqdır. İndi bizdən nə istəyir? DBY bucağını istəyir bizdən. DBY. Buradakı bucağı istəyir. Gəlin baxaq. Deməli, əgər bura 40 dərəcədirsə, məlum məsələdir ki, bu DB qövsə 80 dərəcədir. Həmçinin biz buradakı bucağı tapa bilərik və bu 180 dərəcədir. Alfadırsa bura 2 alfadır. 180-dan 80-dan çıxdıq 100, 100-dən də 2 alfasını çıxanda bu eləyəcək 100 çıx 2 alfa. Biz də bilirik ki, 2 və kəsən arasında qalan bucaq 25 dərəcə bərabərdir, 80 dərəcə çıxılsın, 100 çıxılsın 2 alfa, yəni 100 üstə gəlinsin 2 alfa olacaq, bölünsün 2 ilə tapıla bilər. Bu eləyəcək 2 alfa minus 20 bərabərdir 50-yə, 2 alfa bərabərdir 70 dərəcəyə, alfa da axtardığımız alfa bucağı 35 dərəcə. Doğru cavab da C variantında var. Davam edək. 35-ci şəkildə də deməli düzbucaqlı üçbucağı çəkib. Düzbucaqlı üçbucaq üzərində burada belə bir ona toxunan yarım çevrə çəkib. Bir dəqiqə buna biraz düzəldək. Deməli, verilən yarım çevrədə mərkəz artıq görünür, buradadır. O nöqtəsi B, O, Y nöqtəsi, toxunma nöqtəsi D-dir, C və bura 4-dür, bura nə qədərdir? 6 sm. İndi biz nə axtarırıq burada? Bizdə lazımdır yarım çevrənin uzunluğu. Yəni, çevrənin radiusu lazımdır. Çevrənin radiusunu, baxın, bu toxunma nöqtələrini birləşdirsən, burada radiusdur, R-dir, hansı ki. Həmçinin burada R-dir, burada bizdə R-dir. Burada onda nə qədərdir? Gəlin ona baxaq. Amma burada birinci biz baxaq ki, nəyi tapa bilərik?
Toxunma nöqtəsinə qədər bura məsafə 6-dır. 6, 4, 10. Burada katet 6, deməli digər katet 8-dir. Onda belə çıxır ki, bu YS hissəsi 8 minus 2-dir. Bunu da bildik. Və biz baxırıq ki, artıq burada oxşar üçbucaqlar var. Fikir verin, 90 alfa, burada həmçinin alfa 90. Alfanın qarşısında burada 6 durur. Burada alfanın qarşısında 8 dayanır, böyük üçbucaqda. Deməli, burada 90 çıx alfanın qarşısında. Baxaq 90 çıx alfamızın qarşısında nə dayanır? Bura 90 çıx alfadır. Bircə dəqiqə bunu mən daha düzəliş edeyim bucağa. Aha, bura 90 çıx alfadır. Alfanın qarşısında 6-dır. Deməli, burada alfanın qarşısında isə R-dir. Orada buna baxaq. Burada 90 çıx alfanın qarşısında 8-dir. Burada 90 çıx alfanın qarşısında 4-dür. R-imiz də buradan bərabər olacaq 3-ə. R-imiz 3-dürsə, çevrənin uzunluğu 2 vur pi vur 3, 6 pidir. Amma yarım çevrə olduğu üçün 6 pini 2-yə böləcəm. Çevrəmizin uzunluğu deməli nə qədər olacaq? 3 pi olacaq doğru cavab. Keçək baxaq növbəti suala. Növbəti 136-cı sualda da verilən bir üçbucağımız var, bir çevrə var. Əvvəlcə gəlin üçbucağı çəkək. Məsələ nömrə 136. Deməli, bizim çevrəmiz elə çəkilib ki, həm buradan təpədən keçib, həm də toxunub. Belə bir çevrə olsun. Və Y və F nöqtələri birləşdirilib. Y və F. Həmçinin buradan perpendikulyar var. A nöqtəsi, B nöqtəsi və C. Bura 48 dərəcədir, burada 70 dərəcədir. Deməli, biz bu yuxarıdakı bucağı tapa bilərik. Həmçinin deyir ki, verilənlərə görə AD çevrənin diametridir. Baxın, bu verilən parça çevrənin diametridir. Biz də görürük ki, burada nəyi hesablaya bilərik? Həmçinin bu 70, bu da 84, 48. 70-in üstü 48 gəlsək, eləyəcək 118. 180-dan da bu 118-i çıxsam, deməli nə qədər eləyəcək? Gəlin heç böyük üçbucaq üçün tapmayaq. Elə burada balaca üçbucaqlar üçün tapaq. 180, bu 48, bura 42-dir. Həmçinin burada 70-dirsə, bura 20-dir. İndi burada bir şeyə fikir verin. Çevrəyə artıq odaqlanmaq lazımdır ki, çevrədə mən bu qövsü neçə dərəcə tapa bilərəm? 42-dirsə, bura 84 taparam. Həmçinin 20-dirsə, buranı 40 taparam artıq dərəcə ölçüsün. Bu bəllidir. Və indi biz nəyi hesablaya bilərik? Biz bu x-i axtarırıq hansı ki. Və x-in dərəcəsi, baxın bu x-in dərəcəsi bu 84 ilə verilən bu AF qövsünün cəminin yarısıdır. Yəni, mən AF qövsünü tapa bilsəm, artıq məsələn, qövsünün də dərəcə ölçüsü məlum məsələdir ki, çevrənin bu diametridir. Yarıya bölür 180. 40 buradırsa AF qövsü 140 dərəcədir. Yarım çevrədən. Və x bərabərdir artıq. 84 üstə gəlinsin 140 bölünsün 2. Nə qədər eləyəcək? 224. Onu da 2-yə böləndə 112 dərəcə olacaq. 137-ci suala. Deməli, 137-ci sualda 2 dənə yarım çevrədir və bir çevrənin radiusu digər çevrənin diametridir. Gəlin kiçik çevrənin radiusuna R deyək. Onda böyük çevrənin radiusu 2R olacaq. Və bu DM parçasını birləşdirsək, bu da həmçinin çevrənin radiusudur, perpendikulyardır. İndi burada O nöqtəsindən əgər mən buranı birləşdirsəm, bu perpendikulyar çəksəm, bu da fikrimcə kiçik çevrənin artıq radiusu olacaq. Amma O nöqtəsi ilə C nöqtəsini birləşdirsək, bu böyük çevrənin radiusu olacaq və bura olacaq 2R. Daha sonra, əgər R-dirsə, baxın burada da bu məsafə ilə bərabərdirsə, yuxarı da ilə bərabər olacaq. Və bu hissəni tapsam, C-ni bizə 2 verdiyi üçün bu katetimiz də olacaq 2 minus R. Artıq burada Pifagor yaratmaq olur. Hipotenuzumuz 2R'dir. 4R'in kvadratı bərabərdir. R kvadratı üstə gəlinsin. 2 minus R'in kvadratına. 4R kvadratı bərabərdir. R'in kvadratı plus 4 minus 4R plus R kvadratı.
Alınır ki 2r kvadratı plus 4r minus 4 deyə bitənlik və hər tərəfini 2-yə bölsə r kvadratı plus 2r minus 2. Bizdən buradan təbii ki, çevrənin radiusunu istəyirsə, burada kök artıq rasional yox, irrasional kök çıxacaq. Amma gəlin də hesablayaq. Diskriminantımız eləyəcək 12. Kökümüzün də eləyəcək, deməli, müsbət kök lazımdır bizə. -2 üstə gəl. 2 kökdə 3 bölünsün 2, yəni kökdə 3 minus 1 eləyəcək doğru cavab Y variantı. Bu verdi bizə deməli 137-ci sualın həlli. Keçək 138-ci suala. Elə sualın şəklinin üzərində deyəcəm 70 dərəcəli bucağı. Şərti oxumadan belə görürük ki, bu ASC qövsü artıq 140-dır. Daha sonra bizdən YSD bucağını istəyir. Baxın, bu alfanı bir dəqiqə YSD. Bu alfa, buranı istəyir, alfa bucağın. Təbii ki, görürəm ki, 140 dərəcədə eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar eyni olduğu üçün burada 70 dərəcə olur. Və burada yaranan hansı ki, bu üç bucaq ki var, bu üç bucağın xarici bucağı 70'dir. O zaman siz yazmalısınız ki, 40 ilə hansı ki, alfanın cəmi 70'dir və alfamız nə qədər eləyəcək? 30 dərəcə. Testin doğru cavabı Y variantı. Baxaq 139-cu suala. Baxın, bu üç bucaqda da yazıb ki, şəkildə AB mərkəzi çevrə verilmişdir. Aşağıdakılardan hansı doğrudur? Buradan nə düşünürəm? Düşünürəm ki, baxın, bu bucağın düz bucaqdan balaca olduğu məlumdur. Çünki bura bir alfa yazsaq, burada bir alfa yazsaq, bu bərabər yanlı bir üç bucaq alınır. Burada bir kiçik yer olsun. Əgər mən bunu birləşdirsəm, burada 90 dərəcəli bucaqdır. Deməli, bu alfa 90 dərəcənin daxilində yerləşdiyi üçün alfa 90 dərəcədən kiçik bir bucaqdır. Bu məlum məsələ. Amma biz bu bərabər yanlı üç bucaqdan nə qənaətə gələ bilərik? Təbii ki, böyük çevrənin radiusu böyük yer, balaca yerdən böyük olduğu üçün. Bura bir alfa yazsam, burada bir alfa və bunun daxili bucağı isə 180 çıxılsın 2 alfadır. Və şəkildən görünür ki, üç bucağın tərəf bucaq münasibətinə görə alfa elin qarşısında durduğu üçün alfa böyük olur. 180 çıx 2 alfa elin qarşısında durduğu üçün 180 çıx 2 alfadan. 3 alfamız böyükdür 180-dən və alfamız da böyükdür 60-dan. Onda 60-dan böyük 90-dan kiçik olacaq bir bucaq götürülməlidir. O da D variantında var. Növbəti 140-cı suala baxırıq. Deməli, 140-cı sualda belə bir şəkil çəkib. DSB bucağın hansı bucaqdır? DSB bu bucağı soruşur. Baxın, mən buranı əvvəlcə fikirləşirəm ki, birləşdirsək. Bura bir beta bucağı yazdım. Bərabər yanında burada bir beta. Və belə bir qayda tətbiq edək. Gəlin bu çevrəni tamamlayaq tam çevrəyə. Tam çevrəyə tamamlasaq, tutaq ki, belə bir çevrə oldu. Tam çevrəyə tamamlayanda siz nə görəcəksiniz? Bax, bu tamamladığım bu qism nə olacaq? Bura 90-dır. Onda belə çıxır ki, bu qövs 90-dırsa, geri qalan qövs, hansı ki, bax, buraya eləyəcəyim qövs 270 dərəcədir. Onda belə olur ki, 100 üstəgəl beta daxilə söykənmiş bucaqdırsa, 100 üstəgəl betanın 2 misli 270 dərəcədir. 100 üstəgəl betamız bərabərdir 135 dərəcəyə və betamız da buradan 35 dərəcə çıxır. Əgər betalar 35-35-dirsə, onda 70 alfamız isə 110 dərəcə olar. Bu da D variantında var. Aha. Keçək növbəti 141-ci suala. 141-ci sualda deyir ki, belə bir çevrə çəkib. İstəyirsiniz burada təsvir edək o çevrələri. 2 dənə yarım çevrədir daha doğrusu. Və çevrələrin ortaq bir toxunanı çəkilib. Bu şəkildə. Ortaq bir toxunanı D 30 dərəcə. Bu nöqtə olsun bu toxunma nöqtələri. Bu da O1, O2 olsun. Bu kiçik çevrənin radiusu olsun. Bu da böyük çevrəmizin radiusunu çəkə bilərik. Deməli, əslində burada 90, 30, 63 bucaqları alınır və bizə görə haranı neçə verib? Deyir ki, BC-miz 2-dir. BC hansı hissədir? Bir dənə baxaq. BC-miz 2-dir. BC, baxın. B-dən C-yə 2. Bir dəqiqə biz bu BC-nin məsafəsinə baxaq. Baxın, B buradır. C də bura, B, D buradır, C isə bu nöqtədir, BC A-dır bura. Bura isə deməli F nöqtəsidir. Bu BC-miz 2-dirsə, onda bu çevrənin radiusları hərəsi 1-1 olacaq. Bu da həmçinin R olsun, burada R-ə bərabər olsun.
İndi bu 30 dərəcəli, bunun radiusu 1-dir. 30 dərəcəli bucaq qarşısında duran katet 1-dirsə, hipotenuzu 2-dir. Bura 1-dirsə, deməli burada 1-dir. Həmçinin burada 90, 30, 63 bucaqdır. 30 dərəcəli bucaq qarşısında duran katet erdirsə, bunun hipotenuzu 2 yer olmalıdır. Yəni 2 yerimiz bərabərdir. Bura 2, bura 1, 3, 3 plus yeri. Yerimiz də bərabərdir buradan 3. Bizdən də kiçik çevrənin AB-ni soruşur bircə dəqiqə. AB məsafəsini soruşur. AB məsafəsinin də içində 2 yer olduğundan AB-miz bərabərdir 2 vur 3. Yəni testin doğru cavabı 6 olacaq. Y variantında var. Növbəti şəkil 142-də belə bir yarım çevrə verib və düzbucaqlının içərisində verib. ABCD düzbucaqlısıdır. Buradan bu şəkildə toxunan bir parça çəkib. Deməli A, D, S və B verib ki, bura düzbucaqlının uzunluğu 12-dir, bura 9-dur və YC-miz bir X yazıb. Bizdən soruşur X-in neçə santimetr olduğu. Bu, belə deyək, 6, 6-dır, bu məlum məsələdir. Və indi bir nöqtədən çevrəyə çəkilən 2 toxunan bərabərdirsə, ora X-dırsa, burada X-dır. Bura 90 dərəcədirsə, biz bu hipotenuzu tapa bilərik. AY parçası bərabərdir kök altında 12-nin kvadratı ilə 9-un kvadratı. Hansı ki, bu da 15 eləyəcək və bu hissə olacaq 15 minus X. Davam eləyək. Bəs bura nə qədərdir? Düzbucağının qarşı tərəfləri bərabər olur 9 plus X. Və bir tərəfdən də çevrəyə bir nöqtədən çəkilən 2 toxunanın uzunluqları hər zaman bir-birinə bərabər olduğu üçün, deməli o 15 minus X, 9 plus X toxunanı bir-birinə bərabərdir. 2X-imiz 6-dır və buradan da X-imiz 3-ə bərabər olur. Testin doğru cavabı olur D variantı. Növbəti 143-cü suala baxaq. 143-də belə bir düzbucaqlı çəkib bizə. Bizdən nə parçasını istəyir? CY parçasının uzunluğunu istəyir. Gəlin belə edək. Burada bu aydın məsələdir. Buranı birləşdirəndə burada bir radius olacaq. Və radius şəkildən görünür ki, artıq 2-dir. Bu parçaların uzunluqları. Radiuslarımız 2 santimetrdir və həmçinin yuxarı da 2-dir. Başqa bizə nə verib? N nöqtəsində çevrəyə deyir toxunur. Onu başa düşdük. Daha sonra bunda bura 4'dür, burada 4'dür, C'ye də bir X yazaq və gəlin bu nöqtələri birləşdirək. Əgər bu nöqtələri birləşdirsəm, bu 2 dənə çevrənin radiusudur. Yəni, burada bir düzbucaqlı üçbucaq yaranır. Hipotenuzu 6'dır, kvadratı 36, bərabərdir, katetin biri 2'dir, kvadratı 4, digər katetli X plus 4'dür. Bu da eləyəcək 30, X plus 4'ün kvadratı bərabərdir 32. X plus 4 də bərabərdir 4 kökdə 2 kök alsaq. X da bərabərdir 4 kökdə 2 çıx 4. 4'ü də çıxardanda kök altda 2 minus 1 doğru cavab D variantı olur. Baxırıq 144 nömrəli məsələyə. Deyir ki, O və M mərkəzli çevrələr verilib. AB-miz 6-dır. Deməli, AB 6-dır. Bu çevrənin, daha doğrusu bu verilən çevrənin sanki bir yarım hissəsi də artıq yarım dairədir. Bunun radiusu olsun bir R. Onda bura bütöv R'dirsə, bu BO hissəsi R-6'dır. Baxın, fikrimə gələn burada nədir? Burada necə bir qayda yarada bilərik? Bu radius 4'dür. Biz buranı birləşdirək. Mərkəzdən bura qədər məsafəni birləşdirək. Görək bu məsafə nə qədər olur. Deməli, bura oldu 2R-6. Burada həmçinin 2R-6'dır. Eyni nöqtədən çəkilənlər bərabərdir. Daha sonra, deməli, baxın, bura bütün uzunluq. Buradan bax, belə bir şəkil çəkə bilərik. Əslində, heç bunu birləşdirməsəydi olar. Bircə dəqiqə. Gəlin belə yöndə əldə eləyək. Bax, bu R-6 olduğunu bildik. Gəlin bu toxunma nöqtələrini verib, biz onu gəlin birləşdirək. Birləşdirsək, o zaman bura 4'dür. Həmçinin burada bu qisim, buradan bura qədər qisim olacaq R-4. Burada artıq bu da 90 dərəcədir. Çünki radius toxunma nöqtəsinə toxunan perpendikulardır. Burada Pifaqor yaratmaq olur. R-4'ün kvadratı bərabərdir 16 üstəgəl R-6'nın kvadratına. Tənliyi həll eləsəm, R kvadratı çıx 8R, üstəgəl 16 bərabərdir 16 üstəgəl R-in kvadratı minus 12R üstəgəl 36. R-in kvadratları getdi. 4R bərabərdir 36. R-imiz də 9 olur.
Bizdən YS məsafəsini soruşur. Biz böyük çevrənin radiusunu tapdıq ki, 9. YS məsafəsi baxalım hardadır? YS. Deməli, YS məsafəsi, baxın, Y-dən C bu məsafəni istəyir. Biz hansı ki tapmışdıq ki, bura R-dir, bura R-6-dır, bura 2R-6-dır. Və biz yeri 9 tapdıqsa, 2 9-un 18, 18-dən də 6, 12 doğru cavab olacaq D variantı. Sonraki sualımıza baxaq. 145-ci suala baxırıq. 145-in gəlin şəklini burada təsvir etməyə çalışaq. Deməli, bir nöqtədən çevrəyə 2 toxunan çəkib. Və mərkəzlə birləşdirib bu nöqtə ilə. Bu da O nöqtəsi, A, B və bu çox güman ki, Y-dir. Bir dəqiqə şərtə də baxaq. Bəli, bu nöqtə Y nöqtəsidir. Yox, bu Y nöqtəsində kəsişirlərdir. Y ora deyil. Y bircə dəqiqə şəkildə tam da yaxşı görünmür. Burada kəsişirlər. Hansı nöqtələrdə toxunur? AB və AC nöqtələrində toxunur. Burada C nöqtəsidir. Baxın, burada DC-nin uzunluğunu verib bizə 3. Gəlin belə edək. Burada, baxın, bu DC parçasının, bizdən nəyə hansı parçanı soruşur? AB parçasının uzunluğunu istəyir, yəni toxunanı. Məlum məsələdir ki, AB ilə AC bir-birinə bərabərdir. Və mən burada B ilə C-ni birləşdirsəm əgər, bu mərkəzi birləşdirdiyi üçün bura bir alfa bucaqları yazıramsa, baxın, həm bu qövslər bərabərdir, həm də bura məsələn 90-2 alfa olacaq. 90 alfa olacaq. Bu da bu qövsün uzunluğu da həmçinin 90 alfaya bərabər olacaq. Yəni bura əgər alfadırsa, verilən onda baxın, bu bucağın da ölçüsü eyni olacaq. Yəni həm tənbölün, həm median olacaq. İndi bu üç bucaqdan artıq mən görürəm ki, 2 alfa alfa. 2 alfa ilə alfanın cəmi 90-dırsa, alfa 30-dur. Alfa 30-dursa, onda bu 30, 90, 63 bucağıdır. Alfa 30-dursa, 30 dərəcəli bucaq qarşısında 3-dürsə, bura 6-dır. Həmçinin baxın, bu üç bucaqla bu üç bucaq üçün də eyni keçərlidir. Yəni bu bucaqlar eyni olduğu üçün alfadırsa bura 90 çıx alfa olacaq. Həmçinin deməli 90 çıx alfa konqruent olacaq bu üç bucaq arasında, bir-birinə bərabər olacaq. Yəni bura 3-dürsə, bura 6-dırsa, həmçinin bu üç bucaqda da baxın bu məsafə, buradan bura qədər olan məsafə olacaq 6 sm. Toxunanlar da bərabər olduğum bir üç nöqtədə. Burada da toxunanların uzunluğu eyni olduğu üçün 6 sm bərabər olar. Davam edək 146-cı sualla. 146-cı sualda nə verib bizə? Bu şəkli bu tərəfdə çəkək. A, O, H nöqtəsi, bura B-dir. Burada C-dir, səhv etmirəmsə, bura 1-dir ölçüsü. İndi bizdən bir dəqiqə bunu dəqiq oxuyaq. AST bucağını soruşur. Hansı ki, AST bucağı söhbət bu bucaqdan gedir, alfa bucağından. Baxın, bura 1-dir və BC-nin də uzunluğu 2-dir. Deməli, bura tutaq ki, bir R olsun. O zaman bura olacaq R-1 məsafəsi. Bunu da bildik. Nə etmək olar burada? R-1 məsafəsi. Biz burada bucağı tapmaq üçün, bax, bu mərkəzlə bunu birləşdirə bilərik. Mərkəzlə bunu birləşdirsəm, bura 90 dərəcə olacaq və burada hündürlükdür. Bu TH uzunluğu hündürlükdür. İndi burada nəyə fikir veririk biz? Radius R-dir. Burada R-1-dir. H-ın kvadratı MN düsturundan istifadə edə bilərsiniz siz hansı ki. H budur da TH. Yəni TH-ın kvadratı bərabərdir. R-1 vurulsun 3 deyə bilərsiniz bu məsafəyə. Həmçinin TH-ın kvadratı bərabərdir. R-in kvadratı ilə çıxılsın R-1-in kvadratı yaza bilərsiniz burada.
TH-ın da yerinə qiymətini yazsanız, onda olacaq r kvadratı minus r çıx 1-in kvadratı bərabərdir. 3 vurulsun r minus 1. Bir də deyirəm, bu düzbucaqlı üçbucaqdan Pifagor istifadə elədik, bir də h-ı. Düşünürəm ki, bu yolla tapmaq olar bucağı. Ola bilər, mən bu cür həll edirəm, bəlkə başqa yolla da düşünsək cavab tapa bilərik. Başqa bir üsulla da həll edə bilərik. Plus 2r plus 1 bərabər 3r minus 3. Deməli, r kvadratlarımız gedəndə r bərabər olacaq 4-ə. R-imizin məsafəsi, bircə dəqiq baxaq. Hə, burada yox, burada minus 1-dir. Minus 1-dirsə əgər r-imiz 2 olacaq. Hə. Burada işarə səhv etmişəm. R 2-dir. Radius 2-dirsə əgər, bura 2-dir, onda bura 1-dir. Bu nə zaman baş verə bilər? O hipotenuz katedin yarısı, kated hipotenuzun yarısıdırsa 30-63 bucağında. Deməli, bura 60-dır, bura 90-dır. O zaman belə çıxır ki, bu bucaqda 30 dərəcə olacaq. Cavab bu variant olur. Növbəti suala baxaq. Mərkəzləri arasındakı məsafə 15 sm olan 2 r və r radiusu çevrə 2 nöqtədə kəsişirlər. Baxın, 2 dənə çevrə, bu nöqtədə 2 dənə çevrə mərkəzləri arasındakı məsafə bu qədərdir deyir. Kəsişirlər. Baxaq. Mərkəzlər arasında məsafə 15-dir. Biri r-dir, biri də böyük r-dir. R bölünsün, r-imiz 4-də 1 olarsa deyir ki, bu nə deməkdir? Bura elə bilin ki, 2k-dır, bura 4k-dır artıq. Bunların arasındakı məsafə 15-dirsə əgər, biz bilirik ki, k ilə 4k-nın cəmi 15-dən böyükdür. Çünki bu üçbucaq bərabərsizliyindən alınan cavaba görə 5k böyükdürsə 15-dən, k-mız da böyük olacaq 3-dən. Hətta belə yaza bilərik, istəsəz birbaşa üçbucaq bərabərsizliyini belə yaza bilərsiniz. K üstə gəl 4k-mız deməli eləyəcək nə qədər? 5k. Cəmini bir tərəfə, fərqini bir tərəfə. 5k bura, 15 burada, 3k da bura. O zaman k-mız buradan kiçik olacaq 5-dən, k-mız buradan böyük olacaq 3-dən. 3 ilə 5 arası ədədlər olmalıdır. O da hansı variantda var? B variantında doğru nəticə var. Keçirik 148-ci suala. 148-ci sualda belə bir şəkil çəkib bizə və buradan bizdən nə istəyir deyinir. Bəlkə şəklin üzərində o məsələni həll etməyə çalışaq. Baxaq, nə edə bilərik burada? DY parçasının uzunluğunu soruşur bizdən. DY parçasını tapmaq üçün gəlin belə edək. Bu radiusu qeyd edək. Bu radius, bu DY-ni çıxartmaq üçün bura 40-dır. Həmçinin burada 40-dır. Təbii ki, bura 10, 30-dur. Bura 10-dur. Bura 30-dur. Bu bir bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucağa mən hündürlük çəkə bilərəmmi? Çəkərəm və məsafəni də yarıya bölərəm. Bizə nəyi verib? YF-i verib 8, buranı verib 30. Burada başqa 40 aran, OB də 40-dır. Deməli, buradan belə çıxır ki, bu SB parçasının uzunluğu 50-dir Pifagor teoreminə görə. Daha sonra, baxın, burada paralellik şərti də verib. Deməli, məsələn, bu bucaqlar bərabər yanlıca mən alfa yazsam, onda burada alfadır, burada 90 çıx alfadır. Həmçinin burada 90 çıx alfadır. Və burada indi bir şey diqqətimizi yetirək ki, bax, bu bərabər yanlı üçbucaqdır. Bura alfadır, burada alfadır. Bura 10-dur. Deməli, əgər bu parçası DY parçasına paraleldirsə, onda bu oxşar üçbucaqdır. Oxşar üçbucaqdırsa, bərabər bölgü bölünməlidir Fales teoreminə görə. Burada 30, 10-dur. Və burada bir düzbucaqlı üçbucağı alınır. Hansı ki, bu 18, 6 üçbucağıdır katedləri. Və indi bucağa fikir versəniz, biraz öncə hündürlük çəkmişdik. Onu geri qaytaraq. Deməli, bura 90 çıx alfadır. Və 90 çıx alfanın qarşısında bura bir h olsun. H-yə bir x yazıram. İndi mən bax, bu üçbucaqdan, hansı ki 16, 8 üçbucağından, məsələn, sinusu tapa bilərik. Sinus 90 çıx alfa və yaxud kosinusu da tapmaq olar. Amma sinus 90 çıx alfa üçün artıq katedimiz, qarşı katedimiz 6, hipotenuzumuz 10-dur. 10-da 6-dır. Digər tərəfdə isə sinus 90 çıx alfanı tapsam, yəni hansı üçbucaqdan söhbət gedir? O, HY üçbucağından sinus 90 çıx alfanı tapsam, o da bərabər olacaq x-in 40-a nisbətinə. O zaman belə çıxır ki, bunun parçaların uzunluqları bir-birinə bərabərdir. Bərabərləşdirsək bu parçaları 6 bölünsün 10 bərabərdir, x bölünsün 40 və buradan x-imiz 24 çıxar. Əgər bura 24-dürsə, bərabər yanlı üçbucaq bərabər bölündüyü üçün burada 24-dür. Onda bütün DY məsafəsi bərabər olacaq 48-ə Y variantı
düzgün cavabı olur. Sonra davam edək növbəti 149-cu məsələ ilə. 149-cu məsələdə deyir ki, çevrələr bir-birinə mərkəzi S olan şəkildəki kimi çevrələr var. S çevrəsinin radiusu 2 olarsa və şəkildə baxın, verilən çevrələrdə radius S çevrəsinin radiusu 2-dir. Bu mərkəzləri birləşdirsə əgər, məlum məsələdir ki, əgər bu AO böyük çevrənin, böyük yarım çevrənin radiusudursa, OB də böyük çevrənin yarım çevrənin radiusudursa, onda belə çıxır ki, baxın, burada AO ilə OB kongruent çevrələrin belə deyək yarısıdır. O zaman bura R-dirsə, burada R-dir. Həmçinin bura R, bura 2-dir. Yəni bərabər yanlı bir üçbucaq alırıq burada artıq. Buranı da birləşdirsək O nöqtəsindən toxunan olur və toxunanlar radiusa perpendikulyar olduğu üçün artıq onlar bərabər bölgüdür. Həmçinin bərabər yanlı üçbucaq şərtindən də hündürlük çəksək oturacağa həm median, həm tənbölən olmalıdır. Yəni qısası burada artıq siz Pifaqor teoremi düşünürəm ki, yarada bilərsiniz. Amma biz bu hündürlüyü necə tapa bilərik? Gəlin ona da baxaq. Bu ümumi, baxın, buradan bura bütün çevrənin radiusudur. Yəni 2R-dir. Yuxarı 2-dirsə, buradan bura qədər olan qism 2R çıx 2 olacaq. Artıq siz Pifaqor teoremi yarada bilərsiniz. Hipotenuz R plus 2, bu R, bura isə 2R çıx 2-dir. Deməli, R plus 2-nin kvadratı bərabərdir 2R çıx 2-nin kvadratı və üstəgəl R-in kvadratı olur. Pifaqor teoreminə görə həll etsək, 4R plus 4. 4R'in kvadratı minus 8R plus 4 plus R'in kvadratı olur. R kvadratları geçsə 4R kvadratı minus 12R olur. 4'e bölsək R kvadratı minus 3R. Təbii ki, R'in kökü artıq buradan 3 çıxmalıdır. Bəs bizdən nəyi soruşur? Bizdən AB məsafəsini soruşur. AB'nin içində neçə R var? 4 dənə R var. O zaman 4 vur 3. AB məsafəmiz də 12 etməlidir. Doğru cavab. Baxırıq bu suala. Növbəti sual 150-ci sual. 150-ci sualı isbatını da yazmaq olar. Amma bir qayda olaraq, əgər 2 vətər çəkilibsə, ortaq xaricdən toxunan çevrələr üçün verilən bucaq hər zaman 90 dərəcə olacaq. Yəni bunu necə tapa bilərsiniz? Radiusları endirərsiniz, perpendikulyarlar çəkmək olar və bu perpendikulyarda bunlar mərkəzi bucaqdır. Tutaq ki, bura alfa bucağı olar, bura bir beta. Yəni yenə də bu 90 nəticəsini oradan almaq olar. Sadəcə vaxt itirməmək üçün buna qısaca olaraq düstur şəklində də öyrənə bilərsiniz. Baxaq burada nə soruşur? Verilən çevrənin 2 çevrənin 4də 1-i verilib. 4də 1-i verilib, bunların radiusları eynidir. R'dir burada göründüyü kimi. Və indi məndən nə soruşur? YSB bucağını soruşur, X-i soruşur. Görək necə eləyə bilərik? Baxın. Düşünürəm ki, mən bunu üçbucağa tamamlaya bilərəm. Bir baxaq, tamamlayaq bu şəkildə. Və bura R-dir, bura R-dir, bura R, burada həmçinin R-lər. Və burada bərabər tərəfli üçbucaq yaratmış olaram beləliklə. Həmçinin bu 4də 1 çevrə olduğu üçün burada 90-dır, burada 30 olacaq. Və şəkilə fikir versəniz, bu hansı ki YSB, bax bu qırmızı rənglədiyim üçbucaq bərabər yanlı üçbucaq olur. Və təpə bucaqda 30 dərəcədir. 180-dan 30-un çıxdıq. 150 dərəcə, 150 dərəcəni də 2-yə bölüm. Hərəsi deməli 75-75 olur. Doğru cavab. Və nəhayət sonuncu sual, 152-ci suala baxırıq. 152-ci sualda yenə də 4də 1 çevrə verilib. Baxın, tutaq ki, bu hissə bir alfadır. O zaman bura 90 çıx alfadır. Yəni burada oxşar üçbucaqlar olacaq. 90 çıx alfa həmçinin burada olur, burada alfa. İndi baxaq nəyə? Bu çevrələrin radiusu eynidir və radius şəkildən göründüyü kimi 12 üstəgəl x-dir. Bu hətta belə deyək ki, bu çevrələr kongruentdir. Səbəb nədir? Bir hipotenuz eynidir və hipotenusa bitişik bucaqlar eynidir. 90 çıx alfanın qarşısında 5 dayanırsa, deməli burada da 90 çıx alfanın qarşısında 5 dayanmalıdır, hansı ki bu hissədə. Və burada artıq, baxın, mən şəkildə göstərəcəm. Bu sarı rənglə rənglədiyim üçbucaq. Bu üçbucaq düzbucaqlı üçbucaqdır və siz sonra Pifaqoru tətbiq eləsəz, onda 12 üstəgəl x bərabərdir. Kökün altında 12'nin kvadratı üstəgəl 5'in kvadratı. Bu da eləyəcək 13. 12 plus x 13'e bərabərdir və x'imiz də 1 olacaq. Doğru cavab. Bu da bu videoda sonuncu sualımız idi. İzlədiyiniz üçün təşəkkürlər. Əgər videonun faydası, yararı olursa sizlərə bəyənib paylaşmağı unutmayın.